Salam, sabahınız xeyir olsun. 16 may 2026-cı il tarixidir. Yaz fəslinin 56-cı, Zülqədə ayının 29-cu günüdür. Zülqədə ayının sonuncu həftəsi, sonuncu şənbə 6-cı günüdür. İstirahət günlərindən biridir şənbə 6-cı günü. İstirahət edənlərə də, eləcə də iş arxasınca gedən, işləri ilə məşğul olan, bununla yanaşı evdə ev işləri ilə, evdarlıqlar ilə məşğul olan hər bir şəxsə can sağlığı və gözəl, xoş, firavanlıqlı, sülh-əminamanlıqlı, bol, bərəkətli, ruzili, xoş xəbərli bir gün keçirmələrini arzu edirəm. Bununla yanaşı 16 may günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı arzu edirəm. Zehni açıqlığı, iş abadlığı arzu edirəm. Qarşılarına qoyduqları məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 16 may günündə kimlərin rəhmətə gedənləri var. Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 16 may günündə kimlərin xəstələri var. Can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Və eləcə də bütün qazilərimizin ailəsini, eləcə də şəhidlərimizin ailəsinə, əskər ailələrinə, Azərbaycan ordusunu salamlayıram. Gözəl, xoş, firavanlıqlı, bol ruzili, sülh, əminamanlıqlı, xoş xəbərli bir gün keçirmələrini arzu edirəm. 16 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 16 may günündə də tarixi günlər vardı. 16 may 922-ci ildə isə Bulqar xanlığı İslam dinini dövlət dini olaraq qəbul etdiyi gündür. 16 may günündə 1812-ci ildə, 1806-1812-ci ildə Türk-Rus müharibəsinə son qoyan Buxarest sülhünün imzalandığı gündür. Bununla yanaşı isə 16 may 1868-ci ildə Amerika prezidenti Andrew Johnsona qarşı impeachment prosedurunun onun lehinə başa çatdığı gündür. 16 may 1929-cu ildə Hollywoodda Oscar mükafatlarının təqdimat mərasimi keçirildiyi gündür. 16 may 1943-cü ildə Varşava Gentosundakı antifaşist əməliyyatlarının yatırıldığı, üsyanının, inqilabının yatırıldığı gündür. Bununla yanaşı isə 16 may 1966-cı ildə Çin Komünist Partiyası demək üsyanların haqqında bildirişlərin yayınlanması ilə əlaqədar 16 may bildirişlərinin yayınlandığı gündür. 16 may 2003-cü ildə isə deməli Macaristanda Kasablankadakı şəhərdə deməli terror aktı ilə yanaşı olaraq baş vermişdi ki, bu da 33 mülki şəxsin və 14 terrorçudan 12-sinin həlak olması ilə nəticələndiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.